De acıq eləmişdim, küsmüşdüm. Da döymüşdüm, yəni it kimi yer zat belə mıncıq-cıncıq idi da. Gördüm bunlar içəridə çay içirlər, mənim çıxış yolum yoxdur, bezmişəm axıca bunlardan. Neyniyim, neynəmiyim, mənim spalnimin pəncərəsi çölə baxırdı da həyətlərinə. Açdım pəncərəni, çıxdım, getdim. Qaçdım pəncərədən. Ondan sonra yenə gəldi, barışdıq. Dedilər, yaxşı qız pəncərədən qaçmaz. Dedim, da bağışlayın, sizin əlinizdə mən qapıdan çıxanmadım, məcbur pəncərədən qaçdım. Qaçdım, o qaçdı, mən qaçdım. Qaçdım, üçü gəldi verimizə. Gəldim, bir həftə qaldım anamın yanında, kökəldim, təzdə yenə quleyvani ərim elədi. Yalvar yaxar, qıranaca da əl bastı, ayrı qalacaq, onu eləyəcək, bunu eləyəcək. Təzdə yenə avratını qayıtdım. Kür kedisi hayatıma. Annemin evində Cinderella, koca evində Cinderella. Yine giyindim saat 12'den sonra ayakkabılarımı. Kral taxtı, məni tapdı, ayakkabını giyindirdi ayağıma, apardı bəni təzdən öz kömama, çumurik kömama. Bəli, qızlar. Belə düzdü məzəli əhvalatlar olmuşdu mənim həyatımda.